Azerbaycan Radyosu'nun Kızıl Fondu. Biri varmış, biri yokmuş. Var olanlar öz işlərindeydiler. Baş bilənləri Elcan Baba, kündələri küt gedəndə köməyə hazır idi. Elcan Baba sakitləşdi. Külək gəlir. Külək yox, çovğun gəlir. Çovğun yox, boran gəlir. Boran yox, tufan gəlir yad ellərdən, yad çöllərdən. Bir qoşun gəlirdi. Bir qoşun gəlirdi ki, sel ona nisbət. Gəl qabağını al görüm necə alırsan. Düşmənin iti qaçan atları, parlayan qılıncları. Elcan Babanın eli də əli qoynunda gözləmirdi. İgidlər seçilmişdi, boylarına nizə batmaz, qılınc kəsməz libas biçilmişdi. İgidlərin atları vardı, ildırım kimi. İgidlərin qılıncları vardı, şimşək kimi. İgidlərin qılınc çalan qolları vardı, polad kimi. Bir də bu elin Elcan Babası vardı. Elcan Babanın da ağıl vaxtlarıydı. Ağlı dəniz kimi dalğa vururdu. Ağıl olan yerdə, görəsən, ağıl olan yerdə elə etmək olarmı ki, qılınclar qından çıxmasın, atlar döş-döşə gəlməsin, igidlərin qanı sel olub düzlərdə çağlamasın, nə o yandan, nə bu yandan burnu qanayan olmasın, xata-xatadan ötürsün. Olar. Elcan Baba ki var, olar. Elcan Baba balaca nəvəsi Gülcanı, baba nəvəsi Gül böyüyəndən sonra onun adına bir can da qoşmuşdu. Gülcanı göndərdi öz ellərindəki qoşun başçısının yanına. Gülcan sərkərdənin qarşısında əlinin döşünə qoyub azca əyildi. Elcan babamın ismarıncı var dedi. Tapşırdı ki, düşmən güc gələ bilməz. Ürəyini buz kimi saxlayarsan, ona 1 bölük əskər lazımdır. Xahiş elədi ki, göndərəsən. Sərkərdə atdan indi. Barmağını Gülcanın göyçək burnuna qoydu. Qəribə işlərdir. Qoşun dağdan daş gətirirdi. Elcan Baba öz babalarından öyrəndiyi kimi daşlara sığal çəkib üst-üstə düzüldü. O yolla ki düşmən gələcəkdi, onun ağzında daşdan bir sərv ağacı yüksəlirdi. Sərv ağacı yüksəldi, yüksəldi, ucu göyün bir qatına çatıb çarıq burnu kimi əyildi. Bu belə. Elcan Baba Gülcanı da götürüb evə çəkildi. Qapını arxadan bağlayıb bir həftə işıq uzu görmədilər. Elcan Baba öyrətdi, Gülcan öyrəndi. Elcan Baba tökdü, Gülcan yığdı. Bir həftədən sonra Gülcan yol ağzındakı daş sərvin kölgəsində bardaş qurub oturmuşdu. Yanında bir kisə, bir dənə də kürdə vardı. Birdən gün batandan toz qalxdı. Düşmən qoşunu idi. Lap qabaqdakı alapaçı atın üstündə təpə dırnaq polada bələnmiş düşmən sərkərdəsi gəlirdi. O, daş sərvə çatanda qəzəbdən əlini qılınca atdı. Bu elin ağacını da doğramaq istəyirdi. Sərvə bir qılınc endirdi. Qılıncı ovxalandı. Düşmən sərkərdəsinin
biləyi göynədi. İndi başa düşdü ki, sərv ağacı daşdanmış. Baxıb dedi, Allahın işidir. Gülcanı gülmək tutdu. Elcanın işidir. Elcan baba bitirib bu sərv ağacını. Düşmən sərkərdəsi dedi, onda əli Allah əlidir. Gülcan bir də güldü. Bəs mənim möcüzəmi görsən nə deyərsən? Gülcan kuzanı kisəyə qoydu, ağzını bağladı, daşla vurub kisənin içində kuzanı çilik-çilik elədi. Sonra başını qaldırıb sərkərdəyə dedi, fikir ver. Gülcan cibindən bir yumurta çıxarıb sındırdı. Kisənin ağzını açıb, əllərini ora saldı. Gözünü sərkərdədən çəkmədən işlədi. Sonra kisəni 2 bölüb, içindən kuzəni çıxartdı. Göz görmədən kuzə parçalarını əllər yerinə düzüb, yumurta sarısı ilə yapışdırmışdı. Sərkərdənin ağzı açıla qalmışdı. Gülcan dedi, sən bizim ellə vuruşmaq istəyirsən? Yox qoçaq, səhv gəlibsən. Mən bu elin balacasıyam. Gör ki, böyüklərində nəfəndlər ola bilər. Düşmən sərkərdəsi atının başını geri döndərdi. Qoşuna əmr elədi. Haydi geri. Qılıncının qırıqları qaldı. Gülcan qaqqanaq çəkib güldü. Hələ üstəlik əlini də bir-birinə vurdu. Radiomuzun Qızıl Fondundan səsləndirdiyimiz nağıl 1974-cü ildə alınıb.